Salam dostlar, Sim platformasında sınaq imtahanlarında iştirak etmək üçün brauzerin yuxarı hissəsinə yazırıq student.sim.edu.az yazırıq və daxil oluruq. Daxil olduqda yuxarıda sağ yuxarı küncdə login hissəsi var. Burada login hissəsi var. Buradan İngilis dilini çeviririk Azərbaycan dilinə. Hesaba giriş. Hesaba giriş hissəsini açırıq. Yuxarı öz UTIS kodumuzu yazırıq. Aşağıda bizə göndərilmiş formada parolü yazırıq. Pas, tire, həmin UTIS kodu yazırıq bura və hesaba giriş edirik. Hesaba giriş etdikdən sonra belə bir səhifə gəlir. Sizin üçün sınaq imtahanları olan hissə gəlir. Siz keçirsiniz burada əvvələ. Əvvələ hissəsini keçdikdən sonra hansı sinifsizsə o sinifə daxil olursunuz. 4-cü sinif sınaq, 9-cu sinif sınaq, 5-ci sinif sınaq. Deyək ki, 9-cu sinif şagirdisiniz, 9-cu sinifə daxil oldunuz və burada aşağıda görürsünüz sınaq 1 yazılıb. Sınaq 1-in üzərinə vuraraq bu bildirişləri oxuyun, məlumatları oxuyun. Sınaq 1-in üzərinə vuraraq həmin quizdə iştirak edə bilərsiniz. Başqa kursa daxil olmağa çalışsanız, başqa sinifə daxil olmağa çalışsanız, burada belə bir yazı yazılacaq. You cannot enroll yourself in this course. Diqqətiniz üçün təşəkkür edirəm.